Salam millət, hər vaxtınız xeyir olsun uşaqlar, hər bir salamlayıram dostlar. Bu günlərdə maraqlı bir treydimiz olacaq əlbəttə ki, millət. İlk öncədən deyim ki, dostlar, əgər siz kanala abunə olmamışsınızsa, zəhmət olmasa abunə olun. Gəlin, mən sizə burada YouTube kanalımızı göstərim uşaqlar. Bu bizim YouTube kanalımızdır, zəhmət olmasa kanalımızı izləyin uşaqlar. Çünki burada konkret təlimlərimizi görə bilərsiniz uşaqlar. Pulsuz təlimlərdir, ödənişsizdir bunlar. Ödənişsiz olması, dəyərsiz olması demək deyil. Hamısı real setuplardır. Məsəl üçün burada real setuplar var. Göstəririk, bildiririk, sizinlə paylaşırıq və sizə az da olsa məlumat ötürməyə çalışırıq bacardığımızdan uşaqlar. Deməli uşaqlar, videoları izləyirik və dəstək oluruq. Özünüz də nəsə öyrənirsiniz. Baxın, burada bir dənə video var uşaqlar. Burada konkret olaraq setuplar göstərilir. Həmin bu videoya baxıb setuplardan yararlana bilərsiniz uşaqlar. Yəni fərqi yoxdur. Siz binary-dəsiz yoxsa siz forex-dəsiz. Yenə də analiz olmalıdır. Yenə də bazara baxış bucağı olmalıdır. Yenə də düzgün əməliyyat açılmalıdır. Yəni bura binary deyib bunu qumara çevirməyin uşaqlar. Mən bunu qumara çevirmirəm. Mənim balansım var, mənim əməliyyatlarım var. Hamısını sizlə bölüşürəm və göstərirəm uşaqlar. 200 dollarla əməliyyat açacağıq. 7782 dollar balansımızda USDT var bizim və biz buradan əməliyyat açmaq istəyəcəyik. Baxaq, biz 15 saniyəlik time frame-deyik. Hal-hazırda keçid alırıq biz 5 dəqiqəlik. 5 dəqiqəlikdə nə baş verir? Hal-hazırda biz Longovoy trendə döndüyünü görə bilərikmi uşaqlar? Heç bir maksimum yenilənməyib. Sadəcə burada hələ ki belə bir short gedir və bu yenilənməlidir ki, biz burada hansısa bir situasiyaya baxaq. 15 saniyəliyə keçid alırıq və görürük ki, sol tərəfdə bizdə uşaqlar təlim videosudur. Baxın, gəldiniz bura, bir dənə əməliyyat açdınız, 2 dənə açdınız, profit götürdünüz və getdiniz uşaqlar. Yəni bu çox çətin bir şey deyil və nəyə görə deyirəm? Mən sizə demirəm ki, trading asandır. Mən sizə deyirəm ki, bura gəlib 2 dənə, 3 dənə əməliyyatı təmiz açıb, profiti götürüb getmək elə də çətin şey deyil. Siz bütün gün burada oturmalı deyilsiniz. Aydın olurmu sizə? Bütün gün burada oturmaqla siz burada heç nə əldə eləyə bilməyəcəksiniz. Bizdə belə bir düşüş var. Buradan düşüş başlayıb, burada bitib. Bizdə Fibonacci var. Urovni Fibonacci. Fibonacci-ni götürdük. Biz yuxarıdan aşağı bir çəkirik və görürük ki, funt dollarda diapazonun içində hərəkət edirik. Bizdə yuxarılar premium zona, aşağı isə bizdə discount zonadır. Biz aşağıdan almaq üçün, yuxarıdan satmaq üçün fikirləşməliyik və bizə tam olaraq trend də önəmlidir. Trend hara gedir? Trendi də bilməlisiniz. Siz görürsünüz ki, trend hal-hazırda long istiqamətdədir və burada long axtarmaq bizim üçün daha əlverişli olacaq. Keçirik biz 15 saniyəliyə və biz götürək burada 200 dollar yuxarı bir əməliyyat açaq. 2 dəqiqə müddətinə. Uşaqlar, burada likvidliklər var, bəli. Amma hal-hazırda biz vaxtla açırıq və buradan yüngül bir yuxarı hərəkəti götürmək istəyirik. Çünki biz görürük ki, hər dəfə bizim minimumlarımız yuxarı gedir və trend yuxarı gedir. Baxın, bizdə burada zona var. Baxın, görürsünüzmü? 0.5 zonasından 0 zonasına qədər. Orta aşağı zona, discount zona, 0.5-dən yuxarı isə premium zonadır uşaqlar. Bunun təlimi bizdə var. Burada keçid alıb baxa bilərsiniz. Təlimlərimiz var uşaqlar. Yəni bu fərqi yoxdur. Siz hardasınız, harda trade eləyirsiniz və necə gəlir əldə edirsiniz uşaqlar. Deməli, açırıq biz, baxırıq. Aktiv bunları görürsünüz uşaqlar. Bez riskovi сделки bunlar istifadə eləmişik dünənləri. Bir dostumla oturub bir strategiyanı yoxlayırdıq. Sadəcə vaxtımız az idi deyə biz onu, çünki şamlar fraktaldı və biz onu 15 saniyəlikdə yoxlamaq qərarına gəldik və baxdıq görək necə işləyir. Və böyük time framelərdə təbii ki, burada gördüyünüz kimi 2 dəqiqəlik, 3 dəqiqəlik əməliyyat açırıqsa, biz 15 saniyəlikdə baxmalıyıq vəziyyətə. Amma uşaqlar, yenə də deyirəm, siz burada 15 saniyəlik yox, 15 dəqiqəlikdə də trade eləyə bilərsiniz və profit əldə eləyə bilərsiniz. Yəni orada sadəcə sizin əməliyyatınız gedəcək, məsəl üçün 20 dəqiqə, 30 dəqiqə, yarım saat, 1 saat, yəni baxır sizin açdığınız əməliyyata. Gözəl bir long əməliyyat açmışıq və bizim nə qədər vaxtımız qalır? 21 saniyəmiz qalır və biz hal-hazırda 14 saniyəmizi gözləyirik. Yəqin ki, plus olacaq uşaqlar. 7700 dollar idi, 200 dollarlıq biz investisiya eləmişik və biz buradan götürdük 164 dollar gəlir götürdük. Bir dənə əməliyyatdan uşaqlar 164 dollar gəlir götürmüşük və hazırda gözləyirəm mən. Görürəm ki, gözəl bir trend gedir. Burada yəni durub short açmaq mənasızdır. Çünki hələ ki qiymət yuxarı gedir. Burada aşağı gələ bilərmi? Burada aşağı gəlməsi üçün uşaqlar biz gələk buradakı zonadan. Baxın, buradan aşağı bərkiyək və ondan sonra korreksiyadan biz yenə də short aça bilərik. Sadəcə hal-hazırda bizdə long istiqamətdir
Gəlin biz belə eləyək, çevirək bunu 100 dollara və bir dənə də long istiqamətdə əməliyyat açaq. Açırıq əməliyyatımızı və gözləyirik uşaqlar. 2 dəqiqə bizim vaxtımız var. Videolar maraqlıdır uşaqlar. Forex videolarına çox zəif baxırsınız, yəni uşaqlar. O videolara baxmaq lazımdır. Əgər siz burada uğurlu olmaq istəyirsinizsə, siz ən azından texniki analiz, ICT, yəni bu momentləri bilməlisiniz. Yəni bunlar burada da lazımdır. Yəni bu o demək deyil ki, burada lazım deyil. Yəni eyni istiqaməti siz Forex-də də götürürsüz, burada da götürürsüz. Məsələn, Forex-də də bu istiqamətdə long açırlar, siz burada da long açırsınız. Sizin burada itirəcəyiniz yer belə bir yerlərdir, hansı ki, yersiz yerə girirsiniz. Burada Forex-də də itirirsiniz, yəni fərqi yoxdur. Forex-də də belə yerlərdə stop olursunuz, yəni. Açırsınız, stop olursunuz, açırsınız, stop olursunuz. Burada isə sizin stop loss sadəcə sizin vaxtınızdır və doğru istiqamətdə əməliyyat açmanızdır. Vəsiyo. Hal-hazırda belə bir struktur, görürsünüzmü? Long istiqamətdə və hal-hazırda bir iynə bura gəlməlidir. Görək bizim vaxtımız çatacaqmı? Çatmasa uşaqlar bu gəlib əgər buranı qırsa biz artıq biraz short istiqamət axtaracağıq. Tam olaraq bizim zonamız buradadır. Bu zonadan sonra tam olaraq aşağı gedişat olacaq. Görək biz 100 dollarlıq əməliyyat necə olacaq uşaqlar? Az qalıb. Burada artıq biraz short getdi deyəsən. Necə olacaq? Əməliyyatın bağlamağını gözləyirəm. Görək korreksiya olacaqmı yuxarı, yoxsa birbaşa aşağı mı gedirik? 5 saniyə, 3 saniyə əməliyyatımız bağlanır və 200 dollar uşaqlar aşağı əməliyyat açıram. Burada düşünürəm ki, artıq biz aşağıda bağlandıq, görürsünüzmü? Bu zonanın biz altında bağlanmışıq və buradan qısa müddətli bir short götürmək olardı. Amma sözümüz ağzımızda qaldı, görək. Ola bilər ki, bu bir iynədir. Buradakı likvidliyi yığmaq üçün, məsəl üçün deyək ki, burada məsəl üçün stoplar var. Niyə yaşıllaşdı? Bu stoplar vurulmalıdır uşaqlar. Burada bizdə Fibonacci var, ona görə yaxınlaşdı. Nəyə görə belə oldu bu? Bir dəqiqə. Gözləyirik uşaqlar, 1 dəqiqəmiz var hələ. Biz bu istiqamətin görürsünüzmü? Nə qədər zonasını 618 artıq daha çoxundayıq və buradan bir korreksiya gözləyirik. Hal-hazırda long trend gedir burada. Sadəcə yenə də deyirəm uşaqlar, burada Fibonacci'yə görə biz short götürmək istədik. 1 dəqiqəlik şamdır. Biz nəyə görə short girdik buradan? Aha. Bu söhbətə görə uşaqlar, burada bir balaca bir impulsiv düşüş var idi. Ona görə də short girdik. Əmələ gələcək, gəlməyəcək. Если что, başqa situasiya axtararıq. Baxırıq. İstəyərdim ki, belə bir düşsün, uşaqlar buradan belə bir düşüş olsun və biz bu əməliyyatı götürək. Gözləyirik. Məsələn, dayandı bir yerdə bir hərəkət olsaydı yaxşı olardı. Dayandıq burada uşaqlar. Gedək biz buradan. Görək başqa nə valyuta var. Görək açıqlardan nəsə varmı? Ayda gördünüzmü, vaxtımız çatmadı. Vay. İndi dayan. Burada situasiya yarandı. Bir dənə arxaya qayıdış şamı və biz burada 2 dəqiqə müddətinə çevirirəm bunu 250 dollara. Yaxşı bir situasiyada aşağıda bağlanıb simvolu. Ayda qayıtmadı, amma FVG var burada. Bu FVG-yə bir gəlsin biraz da. Hop, super. 500 dollar uşaqlar. 500 dollar aşağı istiqamət. Gözləyə görə əməliyyat necə bağlanır. Son saniyələr millət. Götürdük, düzdür, istədiyim kimi olmadı. Oyda, vaxtı yaxşı şikarını seçmişik, 1 dəqiqə. Aha, getdilər, bunları da götürdülər. Bir dənə də basaq buradan 250 dollarla. Ayda 100 dollar istəyirdim. Azaltma. Ayda 1 dəqiqə elədim. Çaşıb bunu azaltdım. Tak, 250 dollar eybi yox, bir dənə açdıq. 250 dollar ayda 1 dəqiqə müddətinə nə idi? Səhv elədik. 41 saniyə qaldı. Vay. 1 dəqiqə müddətinə istəmirdim. 2 dəqiqə istəyirdim. Bunu prosta 100 eləmək istəyirdim. Nəysə. Bu bildiyin götürüb apardılar. Bu ucu vəsiyo. 2 dəqiqə müddətinə 750 dollar long. Gedirik daha yuxarılara. Götürdük və bu əməliyyatımız, birinci əməliyyatımız minusla bağlandı. Hal-hazırda qırılmaya girmişik uşaqlar. Gəldik, buraları yığdıq, sonra yığıldıq və uçmaq istəyirik yuxarı uşaqlar.
Belə bir gözəllik hal-hazırda görürük uşaqlar. 9 saniyəmiz qalır, görək. Gəldik biz buraları vurduq. Baxın, bu sahəni vurduq. Bu sahə vuruldu. Bax, bunlar var ha uşaqlar. Bu liquidness part deyə vurulmalıdır. Nə vaxt vurulmalıdır? Hal-hazırda mən onu deyə bilməyəcəm və mən deyə bilərəm ki, bu günləri çox bomba bir profit əldə eləmişik. 7700 dollar idi səhv eləmirəmsə, hal-hazırda isə 8421 dollar balansımızda vəsait var və mən trade-i dayandırıram. Burada hesablayın. Nə qədər biz profit əldə elədik, burada görürsünüz uşaqlar. Всё, millət, video maraqlı idimi? Belə videolar çox gəlsinmi? Bildiririk fikirlərimizi, videonu bəyənirik uşaqlar. Kim istəsə, nə sualı olsa, bizə Instagramda yazsın, Instagramda bizi izləsin. Uşaqlar, keçid alın, baxın, təlimlərimiz çoxdur, öyrənin, yararlanın və faydalanın uşaqlar. Həmən bu brokerin linki aşağıda, promokodları da video başlayanda da gördünüz, indi də burada görə bilərsiniz. Promokodlardan yararlanıb depozitlərinizi eləyə bilərsiniz. Hər birinizə uğur və nailiyyətlər və bolca keş arzu edirəm. Növbəti videoda görüşərik. Hələlik millət.